Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Askar Futbol Liqasının ET adlanan turnirindən 51-ci xoş gəlir. Artıq yarın final qarşılaşmalarının ikinci oyunundayıq. Sedmoy və Alfa Term komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Layiq olan qazansın deyirik. Sizlərin indi komandaların heyətləri ilə tanış edim. İlk öncə Sidmoy komandasının heyətləri belə qapıda Emil, Kapitan İmoş, Emin Oruç, Güvən, Samir, Tacir, Bəşarət, Zahir, Maqa, Fikrət və baş məqsədləri postunda Sadiq Bayramov. Alfa Terim komandasının heyətləri belə qapıda Murad, Kapitan Cəbrayil, Sultan, Elşən, Məzahir, Orxan, Nizat və Nazim. Əşki komandaya da yenidən uğurlar arzulayırıq. Fidoğu zərbə gəldi Nicatdan, bu zərbə dəqiq alınmadı. Kapitan zərbə ilə indi Emil topuna daxil etdi. Yenidən Emil. İləriyə ötürmə keçmədi. Nizat top komandasına qazandırır. Nizat. Topu da özündədir. İndi qapı qarşı ötürmə düşündü. Uzaqlaşdırılır. Samir topladı. Sol zına ötürmə. Top meydana qalır. Qapı 9 zərbə gəldi. Son anda qalkiper Murad dəf etdi bu zərbəni. Korner. Bu zərbəni də dəf etməyi bacarır qalkiper. Top indi Orxanda qalmışdı. İrələmə mümkün olmadı. Samir kəsdi qarşısını. Out. Sultan idi, altdan topunu daxil etdi, qapısına dönür. Murada təzik var, Muradda. Topu uzaqlaşdırdı, amma top meydanda qalmadı. Sidmoy komandası artıq yeni yetirib. Oruç, sağ ağzına ötürmə. Sami istiqaməsinə, amma bu irəlimə mümkün olmadı. Nazim altdan topuna daxil etdi. Nizat da oynadı, komanda yoldaşı Sultan. Uzun ötürmə. Gəldi top ən geriyə qədər. Gəlib çatdı. Top yenidən Sidmoy komandasındadır. Oruç topladı sol zanaqda. Çəkdi sağına Oruç. Zərbəsi də indirir. Sol zərbə Emin'dən gəlmişdi amma. Bu zərbə dəqiq alınmadı. Qapıdan zərbə ilə top oyuna indi daxil edilir. Nizat topladı. Sultan oynayır. Sultandan uzun ötürmə Nazim istiqamətinə. Nazim topunun ötürmə düşündü. Top başarıqda meydanı tərk etdi. Out. Elşən outdan top oyuna daxil etdi. Nazim oynadı. Nazim yerdə qalıb və ona qarşı qayda pozuldu. İndi təhlükəli nöqtədən zərmə zərbəsi yerinə yetirəcək Alfa Term komandası. Topun arxasında Nazim var. Hakimin fitini gözləyir Nazim. Fitdə səsləndi. Zərbə də gəldi topdan. Sətdən qayıdır. Out. Out'un yeni yetirildi. Orxan tərəfindən. Elşənin bu zərbəsi dəqiq alınmır. Qapıdan zərbə ilə Emil top oyuna daxil edir. Uzun ötürmə. Top qapısı Murada qədər gəlib çatdı amma Murad topa sahib ola bilmədi. Top Nizatda da hal-hazırda. Təzlik göstərilir ona. Ötürməsini etdi Orxana. Orxan keçdi bir rəqibini. Sürətli eləməyə çalışır sağ azaqda amma bir xeyli ayağını topu yerə bıraxdı və qalkiper Emil'də qaldı top. Oruzlu oynadı Emil. Oruz qapı qarşı ötürmə düşündü. Bu ötürmə dəqiq alınmır. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə müdafiədə Bəşarət qarşıladı. Emin topladı. Paralel ötürmə gəlir sağ azağa Samir. Yenidən Emin'i düşündü. Son toxunuş. Alfa Terim komandasındandı. Out. Sidmoy komandası outda. Top oyuna daxil etdi. Oruç. Samir oynadı. Elşən var qarşısında. Yenidən Oruç qanı tutmə. Zərbəsi dəqiq alınmır. Qapıdan zərbə indi Murad. Yerini yetirdi. Elşən oynadı. Nazim.
Ötürməsinin qarşısı kəsildi. Emin tərəfindən yenidən out. Eşən təzyiq var idi. Top bitirir. Maqa zərbəsi indirir. Qapı dirəyi. Qapı dirəyi qola mane olur. Oyunun ən təhlükəli epizodu Sitmoy komandasından gəldi. Dirək mane oldu qola. İndi Haşimov səsləndi. Oruz var topun arxasında. Sürməsi istədiyi kimi alınma. Top meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə indi top Maqa'da qalır. Maqa sol cinahda indi. Ayaq saxladı Maqa, geri ötürmə Oruz. Təhlükəli zərbələri var Oruzun. Qapı qarşı ötürmə düşündü. Ötürmə keçmədi. Top indi Nizatdan meydanı tərk etdi. Korner. Korner yeni yetirilib artıq. Sami topu əli özündədir. Amma zərbəsi istədiyi kimi alınmadı. Qapıdan zərbə olacaq. Murad da dərhal qapıdan zərbə ilə top oyuna daxil etdi. Qalkiper. Topu Sitmoy komandasının qalkiperinə qədər göndərdi. Emin topladı indi. Maqa Oruz'u oynadı. Qapı qarşı ötürmə gəldi amma qapı qarşısında toxunmaq mümkün olmadı. Qapıdan zərbə ilə top oyuna daxil edildi. 0-0'lıq bərabərlik davam edir maçda. Elə ki qol pərdəsi açılmayıb. Orxan yerdə qalıb, Haşim davam deyir. Və Eminə qarşı qayda pozuldu. Orxan qaydanı pozdu. Rəqibinə qarşı. Oruz indi. Cərimə zərbəsini yetirdi. Maqa istiqamət ötürmə zərbəyə blok gəldi. Eşən sağ zafda Nazimi düşündü amma bu ötürmə biraz sürətli alındı. Top birbaşa meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Artıq amma top yenidən Alfa Terim komandasında da və qayda pozuldu Orxana qarşı. Cərimə zərbəsi yerinə yetirəcək. Alfa Terim komandası. Fit səsləndi. Orxan gəlir zərbəsini indirdi. Orxan amma bu zərbə dəqiq alınmır. Son toxunuş səhv etmirəmsə Sitmoy komandasından da bəli. Korner yerinə yetirəcək. Alfa Terim komandası artıq yerinə yetirib. Nazim verməyə çalışırdı. Qarşısı kəsildi. Bəşarət kəsildi qarşısını. 6-7 zərbə də gəldi. Son toxunuş müdafiəçilərdən də yenidən korner. Transferdə nəticə Sitmoy zayıflasında. Transfer üçün heç bir şey yoxdur. Yəni nəzərimdə olsun. Məhəmmədin sərbəstliyi yoxdur. Eşən indi korner yenisirdi. Nazim zərbəsini indirir. Bu qarşısı ötürmə gəldi. Son zərbə. Bu zərbə də son zərbə Orxandan gəldi. Bu zərbə də səsviyə tuş gəlmir. Qapıdan zərbə ilə top oyuna daxil edildi artıq. Oruç topladı. Oruçdan uzun ötürmə qapı qarşısına. Top oyunda qalır Sami tərəfindən. Emin geriyə ötürmə gəldi. Burada qayda pozultusu təyin olunur. Təhlükəli nöqtədən indi cərimə zərbəsi yerinə yetirəcək. Sitmoy komandası fit səsləndi. Bu qarşı ötürmə gəlir. Son alta Sultan və korner. Güvən hələ ki, ay güvən düş arxaya hələ ki.
Maga tez tez maga topsa. Fit səsləndi, indi korner yerinə yetirildi. Geriyə ötürmə gəldi, Oruç topladı. Eşan Vayda qarşısında Güvən oynadı. Güvən qapı qarşısına ötürmə. Nizat qarşıladı müdafiədə. Top elə Nizatdan meydanı tərk etdi. Out. Out Sidmoy komandasında. İndi out yetirildi Emin. Güvən oynadı. Sami ötürməsi keçmədi. Top Alfa Terim komandasında da ileri ötürmə Eşən. Nazimi görür sol cinata. Oruç kəsdi qarşısını, son toxunuşda. Eşən zərbəsi, top müdafiəsi deyil, meydanı tərk edir, korner. Korner yerinə yetirilib artıq. Qapıdan zərbə olacaq. Korner düzgün yerinə yetirilmədiyi üçün Sidmoy komandası qapıdan zərbə ilə top oyuna daxil etdi. Uzun ötürmə gəldi, top qapıcıda qalır. Sami kəsdi Sultanın qarşısına, out. Orxan Sadın ileri qapıyı da bindirdi. Son anda Qalkiper komandasını goldan xilas edir. Out. Sert oyna. Kime verir? Yenidən out. Alfa Terim komandasının da Eşən outdan top oyuna daxil edib. Və burada Orxana qarşı qayda pozuldu. Hakimin də əli cibinə gedir. Sarı bərəkə ilə cəzalandı Emin. Eşen terki. Hakimin pisini gözü topun arxasında Orxan və Nicat var. Fit səslərində Orxan zərbəsi indirir. Son anda Qalkiper və korner. Emin dəf etdi bu zərbəni. Nicat döndü geriyə Murad. Topu uzaqlaşdırdı. Out. Out Sidmoy komandasında. Altını yetirdi Fikrət. Qapı qarşı ötürmə gəlir və gol! Top tordadır. Top tordadır. Kim fərqləndi görmədim amma Sidmoy komandası nəticə etibarilə hesabı açır. 1-0 hesabı ilə irəlidədir Sidmoy komandası. Mərkəzdən Alfa Terim komandası top oynarı daxil edib artıq uzun ötürmə Nazim istiqamətinə Oruç qarşıladı. Müdafiədə Eşənin bu zərbəsinə blok gəldi. Top Güvəndə qalır. Güvən arı ötürməsi. Sami istiqamətə Nicat qarşıladı müdafiədə. Nicat topladı. Sami topu qazanar zərbəsini indir Sami və nə baş verir? Top xətti kesmişdi yoxsa yox? Hakim vara baxacağını bildirir. Epizod bitdikdən sonra Fikrət çəkdi soluna. Ara ötürməsi. Zərbə gəlmədi. İndi zərbə gəlir. Bu zərbə çərçivədən yan keçdi. İndi vara baxılacaq. Qapıdan zərbə ilə 17-dən hərəkətliyi qazandı. Vara baxıldıqdan sonra qol olmadığı təsdiqləndi. Oruçdan ötürmə, top birbaşa meydanı tərk edir. Qapıdan zərbə ilə top oyuna daxil edir Sultan. Ötürməsi və sürətdən adama Eşən topu özünü çatdırdı. Eşən Oruç var qarşısında.
Bak Akkas Maga. Nizat döndü ən geriyə qapsarı. Murad oynayır. Muraddan uzun ötürmə. Orxan istiqamətinə. Orxanda meydana tək, yox top. Güvəndə meydana tək edə, out. Alfa Terim komandasınındır. Bu dəfə korner yeni yetirir Alfa Terim komandası. Şikəs Orxanın qarşısını, out. Bu zərbəyə blok gəldi. 50 oyun olduğunu bildirir oyunun hakimi və Sidmoy komandası nitəlmə zərbəsi yeni yetirdi. Oruz istiqamətini ötürmə gəlir. Oruz qapı qarşısı ötürmə gəlir və gol! Bu da Sidmoy komandasının ikinci golu. 2-0 oldu hesab bu golla. Oruz qapı qarşısını ötürmə etdi. Emin də bu ötürməni geri çevirmir. Topu Tora qovuşturur. 2-0. Azar Keşlərdən də full dəstəyini alır. Emin. Zərbə Sorucun qalkiper. Təkrar zərbə Eminlə. Top qapı üzərində meydana tərk etdi. Murad qapıdan zərbəyə topunu daxil etdi. Qarşılandı müdafiədə Oruç tərəfindən, out. Ötürmə gəlir, zərbə imkan verilmədi, out. Orası biraz mesele saklı. Şişə topladı indi, sol cana meyil etdi. Nizat qarşısında, qapı qarşısı ötürmə düşündü. Ötürmə Nizat imkan verilmədi, out. Oy bro. Oruç istiqamətini ötürmə. Sürətli ilerləməyə çalışır. Nazim. Hemen top yenidən Sidmoy komandası güvən. Oruz oynuyor. Zərbəsi indirdi Oruz. Son anda. Qalkiper və korner. Maga sol, Maga. Güvən indi. Korner yeni yetirdi. Topu uzaqlaşdırılır müdafiədə. Out yerini yetiriləcək bu dəfə. Kapsı. Zərbəli qaydanı pozdu rəqibinə qarşı. Fit səsləndi indi. Güvən gəlir. Sürməsini etdi. Zərbə də gəlir qapıya. Asfəqdə top çərçivədən yan keçir. Maqanın zərbəsi dəqiq alınmadı. Qapıdan zərbə ilə top oyunu artıq daxil edilib. Orxan istiqaməti ötürmə. Out. Niyetledi. Qapı doğru zərbə gəlir və gol! Hesab fərqi bir top indirir kapitan. Cəbrayil hesab fərqini bir top indirir bu golla. 2-1 edir hesabı. Ümidləndirir komandasını. Mərkəzdən indi. Haşimin fiti ilə oyuna start veriləcək yenidən. Mərkəzdən indi. Top oyuna daxil edildi. Ötürmə dəqiq alınmadı. Out. Out Alfa Terim komandasınındır. Out yeni yetirilməyə dedir oyunu Haşimi. Nizatdan uzun ötürmə. Cəbrayil istiqamətinə. Cəbrayil çətin zərbə indirdi, amma bu zərbə o qədər də effektiv alınmadı. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib. Yavaş get, cərbə 4-dür. 3-dür.
Fikrət. Sağlıqdan ötürmə gəlir. Oruç. Eşən var qarşısında. Fikrət ötürməsi etdi Eminə. Emin yenidən Fikrət. Zərbə indirməyə imkan vermədi müdafiəçilər. Eşən indi. Orxan istiqamətini ötürmə edir. Güvən var idi qarşısında. Doktor son toxunuş güvəndəndir. Auto artıq yeni yetirilib. Təsdiq var irəlidə. Orxan qazanı zərbəsi indirdi. Blok gəldi bu zərbəyə. Orxan geriyə ötürmə təyiq alınmadı. Top komanda yoldaşına çatmadı. Maka. Maka zərbəsi indirir. Bu zərbə qeyri təyiq alındı. Hakimin də fitil səsləndi. İlk hissə başa çatdı. İlk hissə Sidmoy komandasının 2-1 üstünlüyü başa çatdı. İkinci hissədə yenidən görüşmə ümidi ilə nələri deyirəm. İkinci hissədə təkrardan hepinizi xoş gördük futbol sevərlər. İlk hissə Sidmoy komandasının 2-1 üstünlüyü başa çatmışdı. İkinci hissədə yenidən iki komandaya doğrular arzuları baxaq görək. İkinci hissədə bizi nə cür bir qarşı durma gözləyir hakimin. İndi fitil səsləndi. Cərimə zərbəsi yerinə yetirəcək. Arif Faktorem komandası. İndi təhlükəli nöqtədən Sidmoy komandası cərimə zərbəsi yerinə yetirəcək. Oruz qalıb tək topun arxasında. İndi fit səsləndi. Ötürməsini etdi. Samir zərbəsi top. Eşənə deyirək. Meydana tərk etdi. Altdan indi top oyuna daxil edildi. Samir Maka oynayır. Maka zərbəsi indirir və gol! Dəqiq zərbə ilə topu 9'luğa göndərir Maka. Faul solu zərbə indirir. Və top tora daxil olur. 3-1 olur hesab bu golla yenidən. Hesab fərqi 2 topdur. Eşən Orxan düşünür. Bu da Orxana qarşı qayda pozulmuşdu. Fit səsləndi. Orxan gəlir zərbə. Sındır Orxan. Qüvvətli zərbə. Qalkiper dəf etdi bu zərbəni. Nicat topu oyunda saxlayır. Nicat döndü. Ən geriyə qalxsarı Muradlı oynayır. Muraddan uzun ötürmə Orxan istiqamətinə. Orxan topu sinəsi ilə zərbəli ötürməyi düşündü. Və burada Orxana qarşı yenə də qayda pozuldu. Bu dəfə sol cinata. Yenə də Fikrət Orxana qarşı qaydanı pozdu. Fit səsləndi. İndi Eşən var topun arxasında. Zərbəsi indirdi top. Səsivən üzərindən meydanı tərk etdi. Dəqiq alınmadı bu zərbəsi. Emil indi qapıdan zərbə ilə top oyuna daxil edir. Uzun ötürmə. Samir istiqamətinə. Samirin başla zərbəsi. Qapının üzərindən meydanı tərk etmişdi. Top sözün əsl mənasında qapıdan meydanı tərk etdi. Altdan top oyuna daxil edildi. İndidən altın yetirildi. Maka topladı indi. Top içi gəldi. Alfa Terim komandasında Maka ilerləməyə çalışırdı. Mümkün olmadı. Orxan. Samir kəsdi Orxanın qarşısına. Out. Altdan indi artıq top oyuna daxil edilib. Eşən. Maka topladı.
Sürməsini etdi, amma top Cəbrayildə qalır. Nicat. Nicat döndü qapısına. Murad oynayır. Muraddan uzun ötürmə. Ünvansı alınır top. Qalkiper. Emilə qədər gəlib çatdı. Bu ötürmə dəqiq alınmadı. Out. Alfa Terim komandası indi outdan. Top oyuna daxil edəcək. Nincatla oynadı. Təzyiq var. Samirdən zərbəsi indirdi. Son anda. Qalkiper. Dəf etdi bu zərbəni komandasını. Qoldan xilas edir. Orucun zərbəsi və gol! Oruc. Dəqiq zərbə ilə 4-cü topu Alfa Terim komandasının qapısından keçirir. 4-1. Sidmoy komandası gol fərqini 3 topa çatdırır. Mərkəzdən indi yenə Haşimin Fitilə oyun hərəkətliyi qazandı. Ötürmə meydana tərk etmişdi. Out Alfa Terim komandasınındır. Sultan döndü qapısına. Qapıda hazırda Orxan'ı görürük. Orxan Muraddan alıb qapının qorunmasını riskləri alıblar. Düz ikinci oyun da var hələ. Ən azından hesab fərqini azaltmaq üçün hücuma atılır. Alfa Terim komandası Cəbrayil qola çox yaxınlaşdı. Özünün və komandasının ikinci qoluna çox yaxınlaşdı. Amma bu zərbəsi dəqiq alınmadı. Arıq sürməsi keçmədi. Nicat imkan vermədi. Və burada Fişrət qaydanı pozdu Nicata qarşı. Çox elipsi faal. Sultan. İndi Orxan oynadı. Yenidən Sultan. Uzun ötürmə. Cəbrayil istiqamətinə. Cəbrayil ötürməsi dəqiq alınmadı. Altdan indi Sidmoy komandası topuna daxil etdi. Sol zaf 2 istiqaməti ötürmədə. Son toxunuş Alfa Terim komandasındandır. Out'u dərhal yeni yetirildi. Sağ zaf istiqaməti ötürmə. Topu oyunda saxlamaq mümkün oldu, amma top Alfa Terim komandasına qismət oldu. Elşən. Ara ötürməsi son anda. Samir ötürmənin ünvana tapılmasına imkan vermədi. Korner yeni yetirildi. Elşən. Ötürmə biraz sürətli alındı. Qapıdan zərbə olacaq. Sultan yenidən Orxan oynadı. Nicat var sol cinahda, mərkəzdə Elşəni görür Nicat. Elşən qapıya baxır, zərbəsi indirir. Az fərqlə top dirəyin dibindən meydana tərk etdi. İkinci qola çox yaxınlaşdı Alfa Terim komandası. Amma azda dəqiqliyi çatmır. Sürmə gəlir. Saminin zərbəsi 2 həmlədə. Qalkiper Orxan topa sahib oldu. Dərhal da özü komandası hücuma çıxarmağa çalışır Orxan. Arası kəsildi, amma son ötürmə də dəqiq alınmadı Cəbrayildən. Top yenidən Sidmoy komandasında da. Bu ötürmə dəqiq alınmır. Zərbə gəldi. Cəbrayildən bu zərbəni Qalkiper dəf etməyi bacardı. Zərbəyə blok gəldi. Təkrar zərbə! Yenə Emil 2. Cəhdində də uğurlu olunur. Azərkeşlərdən Emil təzahüratları var. Tribunada qapıdan zərbə olacaq. Magay, Samir oynadı. Samir'in bu ötürməsi dəqiq alınmadı.
Orxan Elşən oynadı. Əzikvay verdi Sidmoy komandasından. Bu ötürməsi Nicaz istiqamətinə. Yerdə qalır və qayda pozulub. Tərəməzə və sahası yeni yetiri Elşən. Topa da özündə Elşənin. Sami təzyiq göstərir. Döndü qapçısına. Orxan Samirdən meydanı tərk etdi. Qapıdan zərbə. Orxan qapıdan zərbə ilə uzun ötürməkdir. Top birbaşa. Sidmoy komandasının qalkiperinə qədər gəlib çatdı. Emil. Uzun ötürmək gəlir Emildən. Təs soxunuş Sultandan top. Qapının yanından meydanı tərk edir. Qapıdan zərbə. Orxan'a yeni yetirildi amma qalınmadı. Top indi meydanı tərk edir. Out. Alfa Terim komandasında. Yenidən out. Top gəldi amma Nicaz topu yenidən komandasına qazandırır. Oyna. Qayda pozuntusu təyin olunur. Oruz ötürməsini etdi indi Emil. Baxır qapıya. Zərbəsini indirdi top. Çərçivənin üzərindən meydanı tərk edir. Qapıdan zərbə yerinə yetirdi Alfa Terim komandası. Orxan dərhalda Nazim istiqamətini ötürməsini etdi. Fikrət kəsdi qarşısını topu komandasına qazandırır. Fikrət. Oruz oynadı. Oyna! Sürmə çatmadı Fikrətə. Out. Nicaz topladı. Ayağından biraz irəli buraxdı. Sidmoy komandasına meydanı tərk etdi. Out artıq yeni yetirilib. Nicaz. Nazim topu önünə ala bilmədi. Top tikisi gəldi Nazimdən. Amma top yenidən Alfa Terim komandasındadır. Cəbrayil. Topu komandasına qazandırdı kapitan. Ötürmə qısa qalırmaq girdi araya. Sultanın çatılmasına topuna imkan verilmədi. Al Sidmoy komandasında Nicaz. Samir Ündimaqa irələməyə mümkün olmur. Hakim davam deyir. Hoş döndü ən geriyə qapıları. Emil oynayır. Samir sağ azaqda. Oruz gör, Oruz baxır qapıya zərbəsini indirdi. Blok gəldi bu zərbəyə. Müdafiədə riskli oynuyor. Nicaz indi topu uzaqlaşdırdı. Nazim. Qarşısında Samir var. İkili mübarizə var və burada Nazimə qarşı qayda pozulub. Artıq 6-cı faul olduğu üçün 10 metrəlik zərbə təyin olunur. Sidmoy komandasının qapısına. İndi hesab fərqini 2 topa indirmək fürsət yanır. Elşən gəlir. Zərbəsini indirir. Qalkipər. Təkrar zərbə və gol. Elşən. Komandasından ikinci qoluna imza atır. 4-2. 4-2 edir hesabı bu golla. Mərkəzdən indi Sidmoy komandası Hakimin fiti ilə top oyuna daxil etdi.
Şəhət Oruclu oynadı. Oruc döndü ən geriyə qapısarı. Emildən uzun ötürmə. Nicas qarşıladı müdafiədə. Yerdə qalan bir oyuncusu var. Nicas yerdə qalıb. Oyun yenidən hərəkətli qazanır. Məzahir topladı. Oyuna yeni daxil olub. Orxan oynadı. Qalkiper. Təzlik var Eminlə. Məzahirdən uzun ötürmə zərbələr istiqamətinə. Nazim. Zərbəsini indirdi Nazim. Top təsirən üzərindən. Meydandan çıxdı. Qapıdan zərbə olacaq. Emil indi qapıdan zərbə ilə topunu daxil etdi. Biraz ayağını irəli buraxdı. Və burada qayda pozulub. Zərbələ qarşı qayda pozulub. Sarı vərəqə ilə cəzalanır. Fit səsləndi. Şən zərbəsi indirir top. Canlı səhvdən qayıtdı. Out. Tələsməyin, ay qardaş. Sonra tələssizlik. Elədir. Emin təsir göstərir Orxana. Top elədi Orxandadır. Orxan irəliməyə çalışır. Top meydana saxladı Orxan. Gedir, sıçır qapının ağzına qaydı geri gəlir. Uzun ötürməyə dəqiq alınmır top. Qalkiper. Emildə qaldı yanında. Bəşarətlə oynadı. Görün neyinirsiniz? Uzun ötürmə İmam Əli istiqamətdə kapitan. Oyunda da bu dəqiqələrdə İmam Əli topladı. Zərbəsini indirdi. Asfəqlər top qapının üzərinə. Meydana tərk edir. Qısa qalmışdı amma hər şey yaxşı qutardı Alfa TM komandası üçün. Out. Yeni yetirilmə Zahir. Uzun ötürmə. Nazim istiqamətinə. Out. Cərimə zərbəsi təyin olundu. Qaydanı pozmuşdu bu epizodda Bəşarət. Cərimə zərbəsi yeni yetiriləcək. Alfa TM komandası. Fit səsləndi. Nazim var topun arxasında. Bu qarşı ötürmə düşür top. Canlı səhvdən qayıtdı. Out. Məzahir indi. Out'u yeni yetirdi. Şən oynayır. Top Alfa TM komandasında qaldı. Oruz indi top komandasına qazandırır. Oğuz uyan. Uyan Oğuz uyan. Bəşarətlə oynamışdı. Yenidən Oruz ötürmə Nazim. Və burada qayda pozulub. Oruz qaydanı pozdu. Nazimə qarşı. İndi təhlükəli nöqtədən cərimə zərbəsi. Yeni yetirir Alfa TM komandası. Fit səsləndi. Zərbə də gəlir. Qalkiper. Blok qoydu desək, bu zərbəyə daha doğru olar. Bu zərbə də dəqiq alınmadı. Buradan zərbə ilə indi Emin. Emin daha doğrusu top oyuna daxil etdi. Oyunun bitiminə 5 dəqiqə qalıb. 2 topla irəlidədir. Sidmoy komandası 4-2 üstünlükləri var. İkinci oyuna avantajlı çıxmağa yaxın tərəf Sidmoy komandasıdır.
Alfaterim komandası indi out yeni yetirəcək Eşən. Paralel ötürmədir sağ ağzı, amma top məzahirə çatmadı, out. Oruç çıxamaq götürmə, Oruç. Oruç indi qapı qarşı ötürmə düşündü. Son anda Orxan və out. İmaməli out yeni yetirdi, Emin oynadı. Emin qapı qarşı ötürmə düşündü, top indi qaldı, kiper Orxanda qaldı. Ötürmək kesmədi. Out. Azir'in bu ötürməsi dəqiq alınmadı. Payda ötürmə düşünmüşdü, amma ötürmə ünvana çatmadı. Artıq Alfaterim komandası outdan topu oyuna daxil edib Nazim. Qarşısında Emin var. Sürəti ilə kesməyə çalışır Emin, amma bu mümkün olmadı. Emin topu komandasına qazandırır. Yerdə qaldı və ona qarşı qayda pozulub. Emin İmaməli oynadı. İmaməli çəkdi sağına. İndi zərbə indirəcəkmi? Baxır, zərbə indirir. Qapı qarşı ötürmə düşündü. Son anda Orxan topa sahib oldu. Cəbrayil Nazil oynadı. Nazil'in zərbəsi indirdi. Son anda Emil dəf etdi bu zərbəni. Qoşulan blok gəldi bu zərbəyə. İndi Nazil'dən meydanı tərk etdi. Out. Uzun ötürmə qarşılandı müdafiədə. Cəbrayil. Zərbəsi indirir top. Güvənə deyərək meydanı tərk etdi. Korner. Məzahir indi. Korner yeni yetirir. Qapı qarşısına ötürmə. Bu zərbəsinin icatını dəqiq alınmadı. Qapıdan zərbə olacaq. Emil Oruz oynadı. Sağ ağzına atsa Oruz boşdu. Baxır qapı Oruz zərbəsi indirdi. Top. Direkt meydana tərk etdi. Son toxunuş Alfaterim komandasından da. Korner. Tazir indi. Korner yeni yetirir. 5 saniyeli müthiş oldu. Cəbrayil. Samir kəsdi onun qarşısına, out. Sultan bitirməz Cəbrayil istiqamətinə, amma Samir topu qazanır, komandasına da qazandırır. Sağ ağzına ötürmə Oruz istiqamətinə, qalkiper vaxtında qapısını tərk etdi. Topu hücumu qarşı kəsməyi bacarmışdı, amma top yenidən Sidmoy komandasındadır. Ötürmə də qarşısını Məzahir kəsdi. Top güvəndə də hal-hazırda. Tələsmir təbii ki. Sidmoy komandası indi İmaməli. Tahsil oynadı. Yenidən İmaməli. Çəkdi soluna. Qapı boşdu. Zərbəsi indirdi, amma blok gəldi Sultandan. Kritik müdaxilə. Orxan azad eləməyə çalışırdı. Sürəti ilə ayaq saxladı Cəbrayil. Ötürməsi dəqiq alınmadı. Nicat Cəbrayil oynadı. Cəbrayil zərbəsinə blok gəldi güvəndən. Tazir topu komandasına qazandırdı. Orxan topu uzaqlaşdırdı və Hakimin də final fiti səsləndi. Maç başa çatdı. Sidmoy komandası 4-2 hesabı ilə qələbə qazandı və ikinci oyuna avantajlı bir nəticə ilə yollanırlar. Təbii ki, Sidmoy komandasının növbəti oyunda iki komandaya doğrular arzulayırıq. Biz də röportajını yekunlaşdırıq. Növbəti oyunlarda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Var, bir yeni özüm var.